Salam, bu gün mən sizinlə azot yarımqrup elementlərinin, eyni zamanda azot və onun birləşmələrinin, ə, yəni bu dərsin video izahını bölüşəcəm. Ə, Deməli, azot yarımqrup elementləri dediyimiz zaman biz 5A yarımqrupunda yerləşən elementləri nəzərdə tuturuq. 5A yarımqrupunda yerləşən elementlərə azot, fosfor, arsen, stibium və bismut elementləri deməli, daxildir. Azot yarımqrup elementlərinin əsas ümumi xüsusiyyətləri nələrdir? Bu elementlərin ümumi elektron konfiqurasiyası NS2, NP3 şəklindədir. Valent elektronlarının sayı 5-dir. Hər biri P elementidir. Maksimum oksidləşmə dərəcəsi müsbət 5, minimum oksidləşmə dərəcəsi isə mənfi 3-dür. Baş oksidlərinin ümumi formulu R2O3 və R2O5 şəklində göstərilir. Burada bu cədvəldə 5A yarımqrupunda yerləşən azot, fosfor, arsen və stibium elementlərinin birləşmələrdə göstərdikləri əsas oksidləşmə dərəcələri təsvir olunub. Azot -3, -2, -1, -1, -2, -3, -4 və -5, yəni -3-dən -5-ə qədər olan oksidləşmə dərəcələrini göstərir. Fosfor, arsen və stibium elementləri isə -3, -3 və -5 oksidləşmə dərəcələrini göstərəcək. Yarımqrupda oksigenli turşuların turşuluq xassəsi elementin sıra nömrəsi artdıqca zəifləyir. Bunu biz halogenlər mövzusunu keçəndə də demişdik ki, xlorun oksigenli turşuları bromun və yodun oksigenli turşularından daha qüvvətlidir. Yəni, bu qayda burada da ödənilir. Qrup üzrə yuxarıdan aşağıya doğru getdikcə oksigenli turşuların turşuluq xassəsi azalır. Azot niyə 5 valentli ola bilmir? Bundan öncə 6A yarımqrup elementlərini, oksigeni izah etdiyim zaman orada da demişdim ki, oksigen niyə 4 valentli ola bilmir və 6 valentli ola bilmir? Oradakı səbəb belə idi ki, oksigende boş D yarım səviyyəsi, D yarım səviyyəsi yoxdur. Eyni səbəb azot üçün də keçərlidir. Azotun xarici elektron konfiqurasiyası 2s, 2, 2p3 şəklində göstərilir. Və 3 tək elektronu olduğu üçün azot burada 3 valentli ola bilir, 5 valentli ola bilmir. Amma azotdan fərqli olaraq 5A yarımqrupunda yerləşən fosfor, arsen, stibium və bismut elementlərinin xarici elektron konfiqurasiyasında, yəni xarici energetik təbəqəsində boş D yarım səviyyəsi olduğu üçün həyəcanlana bilir və 5 valentlik göstərir. Burada təsvir olunub. Məsəl üçün, fosfor ikinci deməyək, 3s2-də olan cüt elektronlarından birini boş D yarım səviyyəsinə ötürür. Nəticədə fosforun 5 tək elektronu olduğu üçün fosfor 5 valentli olur. Eyni proses arsen, stibium və bismut elementlərində də baş verir. Amma azotda boş D yarım səviyyəsi olmadığı üçün o yalnız 3 valentli ola bilir. 5 valentli ola bilmir. Azot 5 valentli ola bilməsə də müsbət 5 oksidləşmə dərəcəsi göstərə bilir. Azot yarımqrupu elementlərinin hidrogenli birləşmələri. Azot hidrogenlə amonyakı, fosfin hidrogenlə fosfini, arsin hidrogenlə arsini, stibium da hidrogenlə stibin maddəsini əmələ gətirir. Bu birləşmələr halogen və xalkogenlərin, yəni 7A və 6A yarımqrup elementlərinin hidrogenli birləşmələrindən fərqli olaraq suda həll olduqda hidrogen ionlarını əmələ gətirmir. RH3 tipli birləşmələr əksinə olaraq sudan hidrogen ionunu birləşdirir, yəni özünə birləşdirir və əsası xassələr göstərirlər. Biz H2S, yəni hidrogen sülfid və hidrogen xloridi keçəndə demişdik ki, onlar suda həll etdiyimiz zaman onlar uyğun turşuları, yəni sülfid turşusunu və xlorid turşusunu əmələ gətirirlər. Amma amonyakı biz suda həll etdiyimiz zaman amonyak özü əsası xassə göstərəcək, amonyaklı su əmələ gətirəcək. Yəni 5A yarımqrup elementləri 6A-dan və 7A yarımqrup elementlərindən fərqli olaraq əsası xassə göstərirlər. Azot, fosfor, arsen, stibium və bismutun
hidrogenli birləşmələrinin, belə deyək, qrup üzrə yuxarıdan aşağıya doğru sıraladığımız zaman bu sırada reduksiya edicilik xassəsi artacaq, davamlılıq və əsaslılıq xassəsi isə azalacaq. Onda belə bir nəticə çıxır ki, amonyakın reduksiya edicilik xassəsi stibinin reduksiya edicilik xassəsindən daha zəifdir. Eyni zamanda amonyakın əsaslılıq xassəsi stibinin əsaslılıq xassəsindən daha qüvvətlidir. Ə, Həmçinin davamlılıq da amonyakda digər hidrogenli birləşmələrdən daha çox olacaq. Azot yarımqrup elementlərinin ümumi xarakterik xüsusiyyətlərinin belə bir də bu cədvələ baxdığımız zaman görürük ki, azotun göstərə bildiyi valentliklərin içərisində 4 valentliyi var, amma digər 5A yarımqrup elementlərində 4 valentlik yoxdur. Bayaqki dediyimiz qaydadır, azot 5 valentli ola bilmir, maksimum 4 valentli ola bilir. Oksigenli turşuların qüvvətliliyi yuxarıdan aşağıya doğru, qrup üzrə yuxarıdan aşağıya doğru gəldiyimiz zaman zəifləyəcək. Bu qayda, yəni dediyim kimi, halogenlərdə öyrəndiyimiz qaydadır. Azot mövzusu. Azotun ümumi əsas xüsusiyyətləri nələrdir? 1772-ci ildə Rezerford tərəfindən kəşf olunub, sıra nömrəsi 7-dir, nisbi atom kütləsi 14-dür, tipik qeyri-metaldır, 2 atomlu bəsit maddə əmələ gətirir və havanın həcmcə 78%-ni təşkil edir. Azot molekulunun quruluşu göstərilib burada. 2 azot atomu 3 qat rabitə vasitəsilə bir-biri ilə birləşir. Fiziki xassələri: azot rəngsiz, iysiz, dadsız, qazlı, havadan biraz yüngüldür, oksigenə nisbətən suda az həll olur. 0,1 megapascal təzyiqdə və mənfi 196 dərəcədə azot mayeləşir. Azot molekulunun quruluşu bu şəkildə göstərilir, yəni 2 azot atomu 3 qat rabitə ilə bir-biri ilə birləşirlər. Elektron formulu da həmçinin burada təsvir olunub. Molekulunda 3 qat rabitə çox davamlı rabitədir və bu rabitələrdən biri sigma, ikisi isə pi rabitədir. Bu bildiyimiz qaydadır. Çox qat rabitələrin biri sigma olur, yerdə qalan digərləri isə pi rabitədir. Hər üç rabitənin elektron sıxlığı atomlar arasında simmetrik paylandığından azot molekulu qeyri-polyardır. Baxın, buna fikir vermək lazımdır. Burada molekul simmetrik olduğu üçün qeyri-polyar olmuş olacaq. Molekul qeyri-polyardır. Eyni zamanda rabitələr də qeyri-polyardır, çünki eyni növ element atomlar arasında əmələ gəlir. Azot təbiətdə həm sərbəst, həm də birləşmələr şəklində yayılıb. Əsas təbii birləşmələri şoralardır. Şoraların ölkələrin adları ilə yadda saxlamaq lazımdır. Azotun 4 əsas şorası var. Onlardan üçünün adı ölkələrin adı ilə adlandırılır. Kalsium nitratı biz Norveç şorası, natrium nitratı Çili şorası, kalium nitratı isə Hindistan şorası olaraq adlandırırıq. Bu üçündən də başqa bir də amonium şorası, yəni NH4NO3 var ki, o da təbiətdə yayılmış birləşmələrinə aiddir. Azot sənayedə havanın fraksiyalı distilləsi ilə alınır. Havanın fraksiyalı distilləsinin mahiyyəti nədir? Biz havanı mənfi 200 dərəcəyə qədər soyutduğumuz zaman bu qabda maye hava əmələ gələcək. Havanın maye forması əmələ gələcək. Bir növ hava mayeləşəcək. Belə desək daha doğru olar. Hava mayeləşəcək. Daha sonra bu qabı qızdırdığımız zaman mənfi 196 dərəcədə azot qazı ayrılacaq. Mənfi 183 dərəcədə isə oksigen qazı deməli ayrılmış olacaq. Oksigenin sənayedə alınmasında keçəndə izah etmişdik bu mənfi 183 dərəcəni. Burada da azotun sənayedə alınmasında deyir ki, mənfi 196 dərəcədə azot qazı alınır. Burada da başqa bir sxem təsvir olunub. Mənfi 196 dərəcədə azot qazı alınır. Eyni zamanda mənfi 186-da arqon, mənfi 183-də oksigen və digər qazlar alınır. Azotun laboratoriyada alınmasının 3 əsas reaksiyası var. Amonium nitritin termiki parçalanması reaksiyası. NH4NO2 temperatur iştirakında parçalandığı zaman azot və su əmələ gətirir. Mis-2 oksidin amonyakla qarşılıqlı təsirindən deməli, azot qazını almaq olar. Daha sonra amonium bixromatın termiki parçalanmasından da yenə azot qazı alınır. Azotun kimyəvi xassələri.
Kimyəvi xassədə dediyimiz zaman bir maddənin digər maddələrlə qarşılıqlı təsirdə olub-olmadığını öyrənirik biz. Azot metallardan yalnız lityumla adi şəraitdə reaksiyaya daxil olur. Digər bütün metallarla isə qızdırıldığı zaman reaksiyaya daxil olur. Burada temperatur olmalı idi. Yəni, sxemdə şərti olaraq verilməyib. Amma temperatur olmalıdır burada, yəni nəzərə almaq lazımdır. Və azot metallarla birləşdiyi zaman nitridlər əmələ gətirir. Nitridlərin su ilə reaksiyasından əmələ gələcək amonyak qazı və uyğun metalın əsasını yaranır. Məsəl üçün, natrium nitrid su ilə reaksiyaya daxil olub amonyakı və natrium hidroksidi əmələ gətirir. Kalsium nitrid su ilə reaksiyaya daxil olur. Kalsium hidroksidi və amonyakı əmələ gətirir. Alüminium nitrid su ilə reaksiyaya daxil olur. Amonyakı və alüminium hidroksidi əmələ gətirir. Azot qeyri-metallarla yüksək temperaturda reaksiyaya daxil olur. Məsələn, burada göstərilib. Azot hidrogenlə 450-500 dərəcədə dəmir katalizatoru iştirakında reaksiyaya daxil olub amonyakı əmələ gətirir. 2000 dərəcədə karbonla reaksiyaya daxil olub disyan əmələ gətirir. Oksigenlə 2000 dərəcədə reaksiyaya daxil olub NO əmələ gətirir və borla temperatur iştirakında reaksiyaya daxil olub bor nitridi əmələ gətirir. Bor nitrid 3000 dərəcədə əriyir və bərkliyinə görə almaza oxşardır. Bir də yadda saxlamaq lazımdır ki, azot halogenlərlə reaksiyaya daxil olmur. Biz halogenləri keçəndə də bunu demişdik ki, 10 Jones qaydasına görə azot onların heç biri ilə, yəni halogenlərin heç biri ilə reaksiyaya daxil olmur. Azot oksigenlə 2000 dərəcə temperaturda qarşılıqlı təsirdə olub NO qazını əmələ gətirir və bu reaksiyanın endotermik olduğunu biz bilirdik bundan öncəki mövzularda. Şimşək çaxan zaman elektrik boşalmalarının təsiri ilə havada yaranan NO oksidləşərək NO2, yəni azot dioksid qazına çevrilir. Azot dioksid də oksigen və su buxarı ilə qarşılıqlı təsirdə olub, nitrat və nitrit turşularının qarışığını əmələ gətirir və həmin turşular yağış sularının tərkibinə keçərək turşu yağışlarının yağmasına səbəb olur. Azotun tətbiqi. Azot ən əsası gübrələrin alınmasında istifadə olunur. Bundan başqa amonyakın alınmasında, partlayıcı maddə olan amonium nitratın alınmasında istifadə olunur. Həmçinin inert mühitin yaradılmasında, yəni azot özü adi şəraitdə inertdir, yəni təsirsizdir. Onu yalnız qızdırdığımız zaman o bir çox maddələrlə reaksiyaya daxil olur. Soyuducu sistemlərdə azot istifadə olunur. Soyuducuların arxasındakı o spiralların içində azotun müxtəlif birləşmələri mövcuddur. Azotla həmçinin polad əşyalarının səthi yüksək temperaturda azotlaşdırılır. Nəticədə səthdə polada yüksək möhkəmlik verən dəmir nitridləri əmələ gəlir. Azotun oksidləri. Azotun 5 əsas oksidi mövcuddur. Bu oksidlərə N2O, yəni diazot monoksid, NO azot monoksid, N2O3 diazot trioksid, NO2 azot dioksid, N2O5 diazot pentoksid aiddir. Bu 5 oksidin ikisi, yəni N2O və NO duz əmələ gətirməyən oksiddir. Yerdə qalan digər 3 oksid, yəni N2O3, NO2 və N2O5 duz əmələ gətirən oksidlərdir. Azotun oksidlərindən üçü, yəni N2O, NO və NO2 qaz halında, N2O3 maye halında, N2O5 isə bərk haldadır. İlk öncə N2O-ya baxaq. N2O diazot monoksid olaraq adlandırılır. Rəngsiz, iysiz və şirintəhər qazdır. Az miqdarı insanı məst edərək ağrıları hiss etməməyə səbəb olur. Buna görə də şənləndirici qaz adlandırılır. Tibbdə anesteziya məqsədi ilə həmçinin avtomobil yarışlarında mühərrikin gücünü artırmaq üçün istifadə olunur. N2O-nun adı, digər adı şənləndirici qazdır. Yəni məsələlərdə və yaxud da situasiya suallarında daha çox şənləndirici qaz olaraq verilir və anesteziya dediyimiz narkozun tərkibində N2O-dan istifadə olunur. Narkozun tərkibi N2O-dur. Burada da N2O-nun molekul quruluşu göstərilib.
NO azot monoksid və yaxud da azot 2 oksid. Rəngsizdir, suda az həll olan qazdır. Qan dövranının tənzimlənməsində mühüm rol oynayır. Hava ilə tez bir zamanda reaksiyaya girərək azot dioksidi əmələ gətirir. Sənayedə nitrat turşusu istehsalı zamanı amonyakın katalitik oksidləşməsindən alınır. Burada katalizator sözü yazılmalı idi. Bu oxun üzərində yazılmayıb. Ə, Texniki səbt hamısı. Amonyak oksigenlə reaksiyaya daxil olduğu zaman katalizator iştirakında NO və su əmələ gətirəcək. Havada şimşək çaxarkən elektrik boşalması zamanında əmələ gəlir. Bundan öncə öyrəndiyimiz reaksiyadır bu. 2000 dərəcə temperaturda NO əmələ gəlir. Bu reaksiya yanma reaksiyası deyil, enerji udulur, yəni endotermik reaksiyadır. Burada da deməli NO-nun molekul quruluşu təsvir olunub. Azotun digər bir oksidi N2O3 və yaxud da diazot trioksiddir, azot 3 oksid davamsız qatı halda mövcud olan və yalnız aşağı temperaturda əmələ gələn oksiddir. Su ilə reaksiyaya daxil olanda nitrit turşusunu, baxın, HNO2-ni əmələ gətirir. Yəni nitrit turşusunun anhidrididir. Burada da deməli N2O3-ün müxtəlif molekul quruluşları göstərilir. NO2 azot dioksid və yaxud da azot 4 oksid olaraq adlandırılır. Azotun ən vacib oksidlərindən biridir. Xarakterik kəskin ilidir və qonur rənglidir. Havadan ağır qaz halında olan bir maddədir. Sənayedə NO-nun oksidləşməsindən alınır. NO oksigenlə reaksiyaya daxil olub NO2-ni əmələ gətirir. NO2 su ilə reaksiyaya daxil olur və NO2-nin su ilə 3 müxtəlif reaksiyası mövcuddur. Soyuq su dediyimiz temperatur iştirakında olmayan, temperatur yoxdur burada. Amma qaynar suda burada temperatur olmalı idi, verilməyib. Yəni, temperatur şəraitində reaksiya baş verir. Əgər soyuq su ilə NO2 reaksiyaya daxil olsa, bu zaman həm nitrat, həm də nitrit turşuları əmələ gələcək. Amma qaynar su ilə NO2 reaksiyaya daxil olsa, bu zaman nitrat turşusu və NO əmələ gəlir. NO2 su və oksigenlə reaksiyaya daxil olub birbaşa nitrat turşusunu əmələ gətirir. NO2-nin müxtəlif molekul quruluşları təsvir olunub. Qarışıq anhidrid kimi iki müxtəlif duz əmələ gətirə bilər. NO2 əsaslar və duzlarla reaksiyaya daxil olduğu zaman iki müxtəlif duz əmələ gətirir. Məsəl üçün, burada göstərilib. Natrium hidroksid NO2 ilə reaksiyaya daxil olur. Natrium nitrat, natrium nitrit və su əmələ gətirir. Eyni zamanda NO2 natrium karbonatla reaksiyaya daxil olub. Natrium nitrat, natrium nitrit və CO2 qazını əmələ gətirir. Burada ən çox ikinci reaksiyaya önəm vermək lazımdır. Çünki bu reaksiyadan daha çox suallar görmüşəm. Deməli, N2O3 nitrit turşusunun anhidrididir. N2O5 nitrat turşusunun anhidrididir. Amma NO2 isə həm su ilə reaksiyaya daxil olduğu zaman həm nitrit, həm də nitrat turşusunu əmələ gətirə bilər. Sonuncu oksidimiz azot 5 oksiddir. Diazot pentoksid və yaxud da azot 5 oksid ağ rəngli bərk maddədir. Çox davamsızdır. Su ilə reaksiyaya daxil olub nitrat turşusunu əmələ gətirir. Buradakı şəkillərdə də N2O5-in molekul quruluşları təsvir olunub. Amonyak. Azotun hidrogenli birləşmələrindən biri də biri amonyakdır. Bundan başqa hidrazin də var. Sadəcə orta məktəblərdə hidrazin ümumiyyətlə öyrənilmir. Ümumi formulu NH3 şəklində yazılır. Valent qızağı 107,3 dərəcədir. Rəngsiz kəskin ili asanlıqla mayeləşən qazdır, yəni qaz halında olan maddədir. Amonyak suda yaxşı həll olur. NH rabitələri, yəni bu rabitə və bu rabitə polyardır. Niyə polyardır? Çünki müxtəlif növ qeyri-metal atomlar arasında əmələ gəlir. Molekul da polyardır. Niyə? Çünki qeyri-simmetrik molekula malikdir. Azot SB3 hibrid halındadır. Suda məhlul amonyaklı su və yaxud da naşatır spirti olaraq adlandırılır. Azot molekulunun quruluşuna fikir versək,
Biz dedik ki, azot sp3 hibrid halındadır. Yəni azotun 4 ədəd hibrid orbitalı var və bu 4 ədəd hibrid orbitalından yalnız 3-ü, baxın, biri bu, bir bu, bir də bu. Bu hibrid orbitalları hidrogenlə rabitə əmələ gəlməsinə sərf olunur. Yerdə qalan bir hibrid orbitalı isə rabitə əmələ gətirmədə iştirak etmir. Amonyakın fiziki xassələri. Amonyak rəngsiz, xarakterik kəskin ili, havadan təqribən 2 dəfə yüngül olan qazdır. Yüksək təzyiqdə və soyudulduqda asanlıqla rəngsiz mayeyə çevrilir. Maye amonyak böyük buxarlanma istiliyinə malikdir və bu səbəbdən soyuducu qurğularda tətbiq edilir. Amonyak suda yaxşı həll olur. Amonyakın suda 10%-li məhlulu amonyaklı suda yaxud da naşatır spirti adlandırılır. Amonyakın suda məhlulu zəif qələvi xassəlidir. Bu zəif qələvi xassəli olması məsələsini biz bundan öncəki sxemdə də demişdik, ən birinci ümumi xarakterik xüsusiyyətləri deyəndə. Azot, deməli, daha doğrusu amonyakın sənayedə alınması. Amonyak sənayedə azot və hidrogen qazlarının temperatur, katalizator və təzyiq iştirakında reaksiyasından alınır. Ə, Bu proses üçün 400-500 dərəcə temperatur, 30 megapaskal təzyiq, həmçinin alüminium oksid və kalium oksid katalizatorları istifadə olunur. Amonyakın alınması reaksiyası dönər olduğundan dövrədən proseslərdən istifadə olunur. Yəni, reaksiyaya girməyən azot və hidrogen qarışığı soyuducuda mayeləşən amonyakdan ayrılaraq yenidən kontakt aparatına qaytarılır. Bunun nəticəsində azot və hidrogen qarışığının 95%-ə qədərini amonyaka çevirmək mümkün olur. Yəni, prosesdə istifadə olunmayan, reaksiyaya daxil olmayan azot və hidrogen yenidən reaksiyaya daxil edilir və nəticədə amonyakın çıxımı artırılır. Amonyakın laboratoriyada alınması reaksiyası. Amonyakın laboratoriya olmalıdır, sənaye yazılıb. Laboratoriyada alınmasına əsasən qələvlərin amonium duzları ilə reaksiyasından istifadə olunur. Bu məqsədlə ən çox amonium xlorid və kalsium hidroksiddən istifadə olunur. Amonium xloridin üzərinə kalsium hidroksid gəldiyimiz zaman kalsium xlorid, su və amonyak qazı ayrılacaq. Burada reaksiyanın laborator sxemi təsvir olunub. Amonium xlorid duzunun üzərinə müəyyən miqdarda kalsium hidroksid əlavə olunur. Qab qızdırılır. Nəticədə amonyak qazı və su buxarı əmələ gəlir. Daha sonra burada kalsium oksid iştirakında qaba kalsium oksid əlavə etdiyimiz zaman o su ilə reaksiyaya daxil olur. Nəticədə amonyak qazı sudan ayrılır və bu qabda da ağzı aşağı olan qabda da amonyak qazı toplanılır. Amonyakın kimyəvi xassələri. Amonyak kimyəvi cəhətdən aktiv maddədir. Çünki amonyak molekulu qeyri-simmetrik polyar molekuldur. Rabitə bıçağı 107-dir. Yəni, kimyəvi cəhətdən aktiv olmuş olacaq. Amonyakın iştirak etdiyi reaksiyalar ya azot atomunun oksidləşmə dərəcəsinin dəyişməsi ilə, ya da donor-akseptor mexanizmi ilə baş verir. Donor-akseptor mexanizminin, yəni kovalent rabitənin iki əsas əmələ gəlmə mexanizmi vardır. Bir mübadilə mexanizmi, bir də donor-akseptor mexanizmi. Biz onlara rabitə mövzusunu keçəndə öyrənmişdik. Burada bir də təkrar olsun deyə deyək. Donor-akseptor mexanizmində azotun istifadə olunmayan, rabitə əmələ gəlmədə istifadə olunmayan 2 elektronu hidrogenin boş orbitallarına verilir, ötürülür, yəni. Burada da donor-akseptor mexanizmində rabitə yaranır. Əslində, donor-akseptor mexanizminin əmələ gəlməsi mürəkkəbdir. Sadəcə biz qısa olaraq deyirik ki, azot öz rabitə əmələ gəlmədə istifadə olunmayan elektronlarını hidrogenin boş orbitalına verir. Burada donor olan azot olur, akseptor olan isə hidrogen olur. Daha sonra amonyakın su ilə reaksiyasından amonium hidroksid əmələ gəlir. Yəni, burada amonium hidroksid NH4OH şəklində yazılıb. Niyə? Çünki amonium hidroksid olduqca davamsız birləşmədir və ani yaranır və parçalanır. Yəni, məhlulda mövcud olmur. Məhlulda amonium ionu və OH mənfi şəklində mövcud olur. Amonyak su ilə reaksiyaya daxil olduğu zaman su molekulundakı hidrogen atomu ilə azot atomu arasında hidrogen rabitəsi əmələ gəlir. Yəni, hidrogen rabitəsi də biz bilirik ki, kimyəvi deyil, fiziki rabitədir və
asanlıqla parçalana bilər. Buna görə də burada rabitə əmələ gəlsə də biz bunu NH4OH şəklində göstərsək də, amma bunun əsl qaydası NH4 müsbət OH mənfi şəklində olur. Yəni ammonium hidroksid məhlulda mövcud olmur. NH4 müsbət iyonu və OH mənfi iyonunu əmələ gətirəcək. Amonyakın su ilə reaksiyasından alınan amonium hidroksid davamsız olduğundan dissosiasiya edir. Bundan öncə izah etdiyim qaydadır. Amonium hidroksid davamsızdır və suda dissosiasiya edərək amonium müsbət iyonunu NH4 müsbət və hidroksil iyonunu, yəni OH mənfi iyonunu əmələ gətirəcək. Bu sxemdə nəyi təsvir etməyə çalışmışam? Ə, Amonyakdan amonium iyonuna keçdiyimiz zaman valentlik dəyişir, yəni azotun valentliyi dəyişir, amma oksidləşmə dərəcəsi dəyişmir. Amonyakda azot 3 valentlidir, amma amonium iyonunda isə 4 valentli olmuş olacaq. Eyni zamanda amonyakda, yəni burada valentlik dəyişir. Amonyakda azot mənfi 3 oksidləşmə dərəcəsi göstərir, amma amonium iyonunda da həmçinin mənfi 3 oksidləşmə dərəcəsi göstərir. Yəni oksidləşmə dərəcəsi dəyişmir, amma valentliyi dəyişir. Buradan bir də belə bir qeyd yazmaq olar ki, əgər yazırsınızsa qeyd edə bilərsiniz ki, donor-akseptor rabitəsi valentliyi dəyişir, amma oksidləşmə dərəcəsini dəyişmir. Amonyak bir əsaslı turşularla həmişə normal duz əmələ gətirir. Məsələn, burada nitrat turşusu və amonyak reaksiyaya daxil olub amonium nitrat əmələ gətirir. Həmçinin amonyak xlorid turşusu ilə reaksiyaya daxil olub amonium xlorid əmələ gətirir. Amma amonyak çox əsaslı turşularla reaksiyaya daxil olduğu zaman normal və yaxud da turş duz əmələ gətirə bilir. Məsəl üçün, burada amonyak nitrat ortofosfat turşusunun 1 molu ilə, yəni 1-in 1-ə reaksiyaya daxil olduğu zaman amonium dihidroortofosfat duzunu əmələ gətirir. Sulfat turşusu ilə 2-nin 1-ə nisbətində reaksiyaya daxil olduğu zaman isə normal duz olan amonium sulfatı əmələ gətirir. Amonyakın 1-2 damcı fenolftalin əlavə olunmuş suda həll olması. Amonyak zəif əsas xassəyə göstərdiyi üçün fenolftalin məhlulunun rəngini dəyişir. Amonyakın yanma reaksiyaları. Amonyak həm temperatur iştirakında, həm də katalizator iştirakında yanma reaksiyasına daxil olur. Yəni, 2 əsas yanma reaksiyası mövcuddur. Katalizator olmadan, yəni təkcə temperatur iştirakında yanma reaksiyasına daxil olduğu zaman əmələ gəlir azot qazı və su. Amma katalizator iştirak etdiyi zaman prosesdə NO qazı və su əmələ gəlmiş olacaq. Amonyak karbon dioksidlə reaksiyaya daxil olub azot gübrəsi olan karbamidi və yaxud da karbamidin ikinci adı sidik cövhəridir. Bu gübrəni əmələ gətirir. CONH2. Karbamidin molekul quruluşu göstərilib burada. 2 amin qrupundan ibarətdir. Bir də karbonil qrupu var. Burada da karbamid gübrəsi təsvir olunub. Amonyak güclü reduksiya edicidir. Qızdırıldıqda o metal oksidlərini reduksiya edir. Mis oksid amonyakla reaksiyaya daxil olduğu zaman mis, azot və su əmələ gələcək. Burada bu reaksiya azotun alınması reaksiyasıdır. Nitrat turşusunun amonyakın tətbiqi. Nitrat turşusunun azotlu gübrələrin amonyak üsulu ilə sodan alınmasında istifadə olunur. Amonyakın suda məhluluna çatır spirtidir. Az öncə də dedik. Amonyakın asan mayeləşməsi və istiliyi udmaqla buxarlanma xassəsi onun soyuducu qurğularda istifadəsinə imkan yaradır. Ümumiyyətlə, azotun əksər birləşmələri ən əsas amonyak soyuducu qurğularda daha çox istifadə olunur.
Amonyakı təyin etmək üçün nə etmək lazımdır? Üç əsas yol var. Birincisi, amonyak lakmus kağızını göyərdir. Niyə? Çünki zəif əsas xassə göstərir. Lakmus kağızını göyərdəcək. Özünə məxsus kəskin iyi var və qatı xlorid turşusu ilə ağ tüstü əmələ gətirir. Buradakı sxemdə təsvir olunub, amonyak buxarı olan qaba ucuna haşxlor, yəni haşxlor məhluluna batırılmış şüşə çubuq yaxınlaşdırdığımız zaman, baxın bu şüşənin uc hissəsində hidrogen xlorid var. O amonyak buxarı ilə qarşılıqlı təsirdə olub ağ tüstü, alovsuz tüstü, yəni əmələ gətirəcək. Burada amonium xlorid duzu əmələ gəlir bu hissədə. Alovsuz tüstü deyildiyi zamanda amonium ionunun və yaxud da amonyakın təyini nəzərdə tutulur. Amonium duzları. Tərkibində turşu qalıqları ilə birləşmiş bir və ya bir neçə amonium ionu olan mürəkkəb maddələrə amonium duzları deyilir. Amonium duzlarında həmişə iki rabitə olur. Bir polyar rabitə, bir də ion rabitəsi. Və yadda saxlamaq lazımdır ki, amonium ionu həmişə bir valentli olur. Polyar kovalent rabitə azot atomları ilə hidrogen atomları arasında, ion rabitəsi isə amonium ionu ilə turşu qalığı arasında əmələ gəlir. 2 mol, burada reaksiyalar verilib, 2 mol amonyak 1 mol sulfat turşusu ilə reaksiyaya daxil olub amonium sulfat əmələ gətirir. Eyni zamanda amonyak xlorid turşusu ilə reaksiyaya daxil olub amonium xlorid əmələ gətirir. Amonium hidroksid də sulfat turşusu ilə reaksiyaya daxil olub amonium hidrosulfat əmələ gətirir. Çünki birin birə reaksiyaya daxil olur. Buradakı 1 OH qrupu turşunun tərkibində olan bir hidrogeni özünə birləşdirir, su əmələ gətirir. Yerdə qalan amonium ionu da HSO4-ə, yəni hidrosulfata birləşib amonium hidrosulfat duzunu əmələ gətirir. Amonium duzları bərk, əsasən ağ rəngli, suda yaxşı həll olan kristal maddələrdir. Amonium duzlarının alınması. Amonium duzlarını amonyakın və yaxud da amonium hidroksidin turşularla qarşılıqlı təsirindən almaq olar. Hər iki halda çox əsaslı turşunu artıqlaması ilə götürdükdə turş duz alınır. Bu reaksiya, baxın, belə bir şey deyək. Amonium duzların alınmasında biz həmişə amonyakı və yaxud da amonium ionunu bir valentli götürürük. Burada 2 mol amonyak 1 mol sulfat turşusu ilə reaksiyaya daxil olduğu zaman amonium sulfat əmələ gətirəcək. Yəni 2-nin biri reaksiyaya daxil olur. Amma 1 mol amonyak 1 mol sulfat turşusu ilə reaksiyaya daxil olanda amonium hidrosulfat əmələ gətirəcək. Eyni zamanda amonium hidroksid də 1 mol sulfat turşusu ilə birin birə reaksiyaya daxil olanda, yəni amonium hidrosulfatı əmələ gətirir. Burada amonium duzlarının, müxtəlif növ amonium duzlarının əmələ gəlmə sxemləri təsvir olunub. Xlorid turşusu və nitrat turşusu bir əsaslı olduğu üçün yalnız normal duz əmələ gətirəcəklər. Amma ortofosfat turşusu üç əsaslıdır. Yəni çox əsaslı olduğu üçün burada normal duzda, hidroduzda, dihidroduzda əmələ gələcək. Birinci reaksiyada amonium hidroksid və ortofosfat turşuları birin birə reaksiyaya daxil olur. Amonium hidroksidin tərkibində olan bir OH qrupu turşunun tərkibində olan hidrogenlərin, yəni 3 hidrogendən birini özünə birləşdirir. 1 mol su əmələ gətirir. Yerdə qalan amonium ionu dihidroortofosfatla birləşib amonium dihidroortofosfat duzunu əmələ gətirəcək. Amonium hidroksidin 2 molu ortofosfat turşusunun 1 molu ilə reaksiyaya daxil olduğu zaman 2 OH qrupu, baxın, burada 2 OH qrupu var, əmsala baxırıq. Buradakı 2 hidrogeni, yəni 3 hidrogendən ikisini özünə birləşdirir. 2 mol su əmələ gətirir. Burada yerdə qalan 2 amonium qrupu hidroortofosfatla birləşib amonium hidroortofosfatı əmələ gətirəcək. Sonuncu reaksiyada 3 hidroksil qrupu 3 hidrogeni özünə birləşdirib 3 mol su əmələ gətirir. Amoniumda amonium ionu ortofosfat turşu qalığı ilə birləşib amonium ortofosfatı əmələ gətirir. Amonium duzları qüvvətli elektrolitlərdir. Suda həll etdikdə ionlarına dissosiasiya edirlər. Amonium xlorid parçalandığı zaman amonium ionuna və xlorid
ionuna parçalanır. Amonium nitrat da həmçinin amonium müsbət ionuna və NO3 mənfi ionuna parçalanır. E, Amonium sulfat barium xloridlə qarşılıqlı təsirdə olduğu zaman barium sulfat və amonium xlorid duzlarını əmələ gətirir. Burada barium sulfat çöküntüdür. Həmçinin amonium duzları qüvvətli turşularla qarşılıqlı təsirdə olur. Amonium karbonat sulfat turşusu ilə qarşılıqlı təsirdə olduğu zaman amonium sulfat karbon qazı və su əmələ gətirəcək. Amonium duzları qələvələrlə qarşılıqlı təsirdə olduğu zaman amonium hidroksid əmələ gətirir. Amonium hidroksid də parçalandığı zaman NH3, yəni amonyak və su əmələ gələcək. Amonium duzları həmçinin qızdırıldığı zaman parçalanırlar. Xlorid, bromid, karbonat, sülfit və digər turşuların amonium duzları parçalandıqda amonyak və suda məhlulu turşu olan qazlar ayrılır ki, bunlar da soyudulduqda yenidən duz əmələ gətirir. Burada təsvir olunub amonium xloridin parçalanmasından amonyak və xlorid qazları əmələ gəlir. Əgər biz bu məhlulu yenidən soyutsaq, amonium xlorid yenidən əmələ gəlmiş olacaq. Yəni bu hissənin mahiyyəti nədir? Biz amonium duzunu parçaladığımız zaman, temperatur iştirakında parçaladığımız zaman əmələ gələn maddələri yenidən reaksiyaya daxil etdikdə, yəni də amoniumun eyni adlı duzu əmələ gələcək. Həmçinin amonium hidrokarbonat da parçalandığı zaman amonyak qazı, su və karbon qazı əmələ gəlir. Deməli, duzun anionu güclü oksidləşdirici turşunun anionu olduqda parçalanmadan ayrılan amonyak oksidləşməyə uğrayır. Baxın, burada deyir ki, məsəl üçün, amonium bixromat verilir bizə. Amonium bixromat parçalandığı zaman azot qazı, xrom 3 oksid və su əmələ gələcək. Həmçinin amonium nitrat parçalandığı zaman N2O və su əmələ gəlir. Yəni belə nəzərdə tutaq da bunu turşu qalığı olan hissə qüvvətli turşuların turşu qalığı olduğundan orada amonyakın oksidləşməsi baş verir. Bixromat turşusunun turşu qalığı duzun tərkibində olduğundan amonyak əmələ gəlmir, azot əmələ gəlir. Burada da nitrat turşusunun turşu qalığı olduğundan amonyak əmələ gəlmir, N2O əmələ gələcək. Amonium duzları zəif əsasdan əmələ gəlmiş duzlar kimi hidrolizə uğrayır. Və nəticədə burada turş mühit əmələ gələcək. Çünki hidrogen müsbət ionları əmələ gəlir. İki əsas amonium duzu var ki, ümumiyyətlə amonium duzlarının parçalanmasından dedik ki, ən çox amonyak əmələ gəlir. Amma bizdə iki əsas amonium duzu var ki, amonium nitrat və amonium nitrit. Bunlar parçalandığı zaman fərqli məhsullar əmələ gəlir. Amonium nitrat parçalandığı zaman N2O və su əmələ gəlir. Amonium nitrit parçalandığı zaman azot qazı, yəni N2 və su əmələ gələcək. Həmçinin amonium bixromatın parçalanmasında biz demişdik, azot qazı, xrom 3 oksid və su yaranır. Amonium duzlarının tətbiq sahələri. Amonium karbonat və amonium hidrokarbonatdan qabartıcı kimi çörəyin bişirilməsində istifadə olunur. Həmçinin gübrə istehsalında amonium duzları istifadə olunur. Partlayıcı maddə alınmasında, ammonal istehsalında istifadə olunur. Sənayedə tətbiqinə aiddir bu. Həmçinin metalların lehimlənməsində amonium duzlarından istifadə olunur. Metalların lehimlənməsində əsasən bu reaksiya əsas götürülür. Mis oksidin amonium xloridlə reaksiyasından alınır mis, azot qazı, mis xlorid və su. Azotun ən mühüm birləşməsi olan nitrat turşusu. Nitrat turşusunda azot 4 valentlidir, amma oksidləşmə dərəcəsi isə müsbət 5-dir. Buradakı sxemdə də nitrat turşusunun molekul quruluşu təsvir olunub. Nitrat turşusunun tərkibində bir OH qrupu olduğu üçün bir əsaslı turşudur. Fiziki xassələri. Təmiz nitrat turşusu rəngsiz, kəskin ilə tüstülənən mayedir. Qatı nitrat turşusu sarı rəngli olur. Buna səbəb isə nitrat turşusunun qismən parçalanması nəticəsində qonur rəngli NO2 qazının əmələ gəlməsidir. Nitrat turşusunun qonur rəngli olmasının səbəbi NO2 qazıdır. Daha sonra burada
yenə boğucu ilidir, rəngsiz maye olduğunu demişdik. Havada tüstülənir və 86 dərəcədə qaynayır. Satışda olan qatı nitrat turşusu adətən sarı rəngə boyanmış olur ki, bu sarı rəng əmələ gəlməsinə səbəb azot dioksiddir, NO2-dir. Sənayedə alınan nitrat turşusu adətən 50, 65 və 98%-də olur. Duru nitrat turşusu xromlu polad qablarda, qatı nitrat turşusu isə alüminium qablarda saxlanılır və daşınır. Deməli, nitrat turşusunun alınması. Laboratoriyada nitrat turşusunu bərk halda götürülmüş kalium nitrat və natrium nitrata zəif qızdırılmaqla qatı sulfat turşusunun təsirindən almaq olar. Kalium nitrat üzərinə sulfat turşusuna gəldiyimiz zaman nitrat turşusu və kalium hidrosulfat əmələ gəlir. Topludan bir sualdır bu. Deyir, nitrat turşusu laboratoriyada hansı reaksiya üzrə alınır? Bundan öncə dediyimiz qaydadır. Bərk halda götürülmüş kalium nitratın üzərinə kalium nitrat və yaxud da natrium nitratın üzərinə qatı sulfat turşusu gəldiyimiz zaman alına bilər. Yəni burada A variantındakı olan reaksiya ilə biz laboratoriyada nitrat turşusunu ala bilərik. Nitrat turşusunun sənayedə alınması, amonyakdan alınması 3 mərhələdən ibarətdir. Birinci mərhələdə biz amonyakı kataltik oksidləşdirib NO və suyu əmələ gətiririk. Birinci reaksiyadan aldığımız NO qazını ikinci reaksiyada yenidən oksidləşdirib NO2 əmələ gətiririk. Daha sonra ikinci reaksiyadan alınan NO2-ni su və oksigenlə qarşılıqlı təsirə salıb nitrat turşusunu birbaşa olaraq ala bilərik. Burada sxematik olaraq göstərilib. Birinci reaksiyadan alınan NO ikinci reaksiyaya daxil edilir. Daha sonra ikinci reaksiyadan alınan NO2 də üçüncü reaksiyaya daxil olunub. Ən sonunda nitrat turşusu alınır. Sulfat turşusunun sənayedə alınması reaksiyasını keçəndə, kontakt üsulu ilə keçəndə də demişdik ki, orada da 3 mərhələli prosesdir. Yəni, onunla analogiya təşkil edir. Hansı reaksiyada X nitrat turşusudur? Birinci reaksiyadan NO2-nin oksigen və su iştirakında reaksiyasından alınır nitrat turşusu. Bu nitrat turşusudur, yəni. NO2 təkcə su ilə reaksiyaya daxil olduğu zaman nitrat turşusu əmələ gəlir. Qaynar su ilə reaksiyaya daxil olur. Nitrat turşusu əmələ gəlir. Amma üçüncü reaksiyada N2O3-ün su ilə reaksiyasından nitrat turşusu deyil, nitrit turşusu əmələ gəlir. Çünki N2O3 nitrit turşusunun anhidrididir. Burada doğru cavab 1-2 olmuş olacaq. Nitrat turşusunun sərbəst azotdan alınması 5 mərhələdən ibarətdir. Biz bundan öncə dedik ki, amonyakdan alınma 3 mərhələlidir, amma indi deyirik ki, azotdan alınması özü 5 mərhələli prosesdir. Əslində 5 deyil də 4 mərhələli yazılmalı idi, çünki 4 əsas reaksiya var burada. Birinci, azotu hidrogenlə qarşılıqlı təsirə salıb, yəni hidrogenlə azotun reaksiyasından amonyak alırıq. Daha sonra amonyakı da bu reaksiyalardan, amonyakdan ardıcıl şəkildə nitrat turşusunu almış olacağıq. Nitrat turşusu qüvvətli turşudur və məhlulda ionlarına tamamilə dissosiasiya eləyir. Hidrogen müsbət ionlarını əmələ gətirəcək. Nitrat turşusu turşular üçün xarakterik olan reaksiyalara daxil olur. Yəni, duzlarla qarşılıqlı təsirdə olur. Daha sonra əsası oksidlərlə, amfoter oksidlərlə, yenə də əsası oksidlərlə qarşılıqlı təsirdə olur və ən əsası əsaslarla reaksiyaya daxil olur. Nitrat turşusu bir əsaslı olduğu üçün bir turşulu əsaslarla reaksiyaya daxil olub yalnız normal duz əmələ gətirəcək. Amma çox turşulu daha doğrusu, çox turşulu əsaslarla reaksiyaya daxil olduğu zaman hidrokso, yəni əsasi duzlar əmələ gətirəcək. Nitrat turşusu turş duz əmələ gətirə bilmir. Burada kalsium hidroksidin və nitrat turşusunun 1-in 2-yə olan reaksiyası, yəni 1 mol kalsium hidroksidin 2 mol nitrat turşusu ilə olan reaksiyası verilib. Nəticədə burada kalsium nitrat və su əmələ gəlir. Yəni 2 hidroksil qrupu 2 hidrogen ionunu özünə birləşdirib 2 mol su əmələ gətirir və normal duz əmələ gəlir. Burada isə 1-in 1-ə reaksiya gedir. 1-in 1-ə getdiyi zaman 1 hidroksil qrupu, yəni 2 hidroksil qrupundan biri, buradakı 1 mol hidrogeni özünə, 1 mol yox, 1 hidrogeni daha doğrusu. 1 hidrogeni özünə birləşdirir, su əmələ gətirir. Nəticədə yerdə qalan digər hidroksil qrupu da duzun tərkibində qalmış olur və əsasi duz əmələ gəlir. Özündən zəif
turşuları duzlarından sıxışdırıb çıxarır. Yəni məsəl üçün karbonat turşusu nitrat turşusundan daha zəif olduğu üçün nitrat turşusunu duzundan sıxışdırıb çıxaracaq. Həmçinin metasilikat turşusunu duzundan sıxışdırıb çıxaracaq. Amma xlorid turşusu nitrat turşusunun əslində burada mahiyyət belədir ki, nitrat turşusu və xlorid turşusu eyni qüvvətlidir və bu reaksiyanın baş verməsi üçün ümumiyyətlə orada eyni qüvvətli turşuların birinin digərinin duzundan sıxışdırıb çıxarması üçün şərt belədir ki, əmələ gələn maddələrdən ən az biri çöküntü olmalıdır. Burada nə natrium nitrat, nə də H-xlor heç biri çöküntü olmadığı üçün bu reaksiya getmir. Nitrat turşusunun hansı xüsusi xassələri var? Biz bundan öncə bir neçə dəfə dedik ki, nitrat turşusu olan qab qonur rəngli olur. Çünki nitrat turşusu temperatur və işıq iştirakında parçalanır və NO2 qazını əmələ gətirir. NO2 özü qonur rəngli olduğu üçün nitrat turşusunun olduğu qab da qonur rəngli olmuş olacaq. Nitrat turşusu molekulunda azotun oksidaşma dərəcəsi müsbət 5-dir. Bir dəqiqə, nitrat turşusu molekulunda azotun oksidaşma dərəcəsinin müsbət 5 oksidaşma dərəcəsinə malik olması və turşunun parçalanması zamanı oksigenin ayrılması qatı nitrat turşusunun qüvvətli oksidləşdirici xassə göstərməsinə səbəb olur. Nitrat turşusunun oksidləşdirici xassələri 9-cu sinif kitabından verilmiş materialdır. Bunu az əvvəl dediyimiz qaydalardır. Təkrar olaraq yerləşdirmişəm. Deməli, nitrat turşusunun oksidləşdirici xassələrinə əsas biz nələri nəzərdə tuta bilərik? Metallarla reaksiyasını nəzərdə tuta bilərik. Məsəl üçün, qatı nitrat turşusu mis metalı ilə qarşılıqlı təsirdə olduqda duz, su və azot 4 oksidi əmələ gətirir. Burada belə bir şey var. Amonium yox. Alüminium, krom və dəmir metalları adi şəraitdə qatı nitrat turşusu ilə reaksiyaya daxil olmur. Biz bu qaydanı sulfat turşusunu keçəndə də demişdik. Dedik ki, sulfat turşusu adi şəraitdə ə, deməli, alüminium, xrom, dəmir və bir də orada nikel metalı var. Nikellə qarşılıqlı təsirdə olmur. Yalnız adi şəraitdə qarşılıqlı təsirdə olmur. Çünki adi şəraitdə bu metallar passivləşirlər turşularla reaksiyaya daxil olanda. Çünki bu metalların səthində qoruyucu bir oksid təbəqəsi əmələ gəlir və nəticədə reaksiya baş vermir. Reaksiyanın baş verməsi üçün reaksiya gedən mühitdə yəni temperatur verilməlidir. Qızdırılmaqla reaksiya baş verir. Yəni sual verilsə ki, hansı ki bu sualda hər üç metal soyuq qatı nitrat turşusu ilə reaksiyaya daxil olmur deyilir. Burada doğru cavab C variantıdır. Alüminium, dəmir, xrom və bir də burada nikeli əlavə etmək olar. Başqa sözlə sualı necə verə bilər? Deyəcək ki, qatı nitrat turşusu adi şəraitdə hansı metalları passivləşdirir? Bu sual sulfat turşusunda da var idi. Orada dedi ki, eyni metallardır, yəni dəyişmir. Alüminiumdur, dəmirdir, xromdur, bir də nikeldir. Deməli, adi şəraitdə reaksiyaya daxil olur deyirsə, burada deməli doğru cavab nə olacaq? Cavab B variantı olmalıdır burada çox güman. B variantı. Daha sonra daha doğrusu B variantı yox, D variantı. Çünki B variantı və Y variantında sulfat turşusunun duzları olduğu üçün nitrat turşusu sulfat turşusundan zəifdir. Onu duzlarından sıxışdırıb çıxarmır. Amma karbonat turşusundan qüvvətli olduğu üçün karbonat turşusunun duzlarından sıxışdırıb çıxarır. B və Y variantları bunlara görə olmadı, bu iki duza görə. A və C variantları niyə olmur? Çünki adi şəraitdə xromla da, dəmirlə də reaksiya daxil olmur. Ən əsas məsələ nitrat turşusunun metallarla reaksiyaları. Nitrat turşusu metallarla reaksiyaya daxil olduğu zaman nitrat turşusunun metala uyğun olaraq duzu əmələ gəlir, reduksiya məhsulu əmələ gəlir və su əmələ gəlir. Biz bu reaksiyaları ən əsas reduksiya məhsuluna görə fərqləndirməliyik. Biz metalları üç yerə bölürük. Aktiv metallar, orta aktiv metallar və passiv metallar. Aktiv metalların duru nitrat turşusu ilə reaksiyasından reduksiya məhsulu kimi amonyak əmələ gəlir. Qatı nitrat turşusu ilə reaksiyasından isə reduksiya məhsulu kimi N2O əmələ gələcək. Orta aktiv metalların duru nitratla reaksiyasından N2O, qatı nitratla reaksiyasından isə NO əmələ gəlir. Passiv metalların duru nitratla reaksiyasından NO,
Qatı nitratla reaksiyasında isə NO2 daha doğrusu NO2 əmələ gələcək. Burada buna uyğun reaksiya varmı? Gəlin bu suala baxaq birinci elə. Qatı nitrat turşusu ilə reaksiyasından NO2 əmələ gələn metalın duru nitrat turşusu ilə reduksiya məhsulunu müəyyən edin. Baxın, deyir ki, qatı nitratla NO2 əmələ gətirirsə, duru nitratla nə əmələ gətirəcək? Biz baxırıq ki, qatı nitratla NO2 əmələ gətirən pozitiv metallardır. Və pozitiv metallar duru nitratla NO qazını əmələ gətirəcək. Yəni, burada reduksiya məhsulu kimi NO əmələ gələcək. Burada doğru cavab C variantı. Daha sonra platin və qızıl, yəni iki metal var ki, bunlar yalnız çar arağında əldə olurlar. Çar arağının tərkibi bir həcm nitrat turşusu, qatı nitrat turşusu və 3 həcm xlorid turşusundan ibarətdir. Deməli, burada nə verilib? Nitrat turşusu bir də qeyri-metallarla qarşılıqlı təsirdə olur. Qeyri-metallarla qarşılıqlı təsirdə olması pasiv metallarla, pasiv metallardan da baş verirsə, burada da eyni qaydada baş verir. Yəni, qeyri-metallarla duru nitrat turşusunun reaksiyasından reduksiya məhsulu kimi NO əmələ gəlir. Qatı nitratdan isə NO2 əmələ gəlmiş olacaq. Qatı nitrat turşusu deməli zülallarla sarı rəngli maddələr əmələ gətirir. Biz zülallar bölməsini keçəndə orada bir də deyəcəyik bunları. Bu səbəbdən dəridə nitrat turşusunun təsirindən sarı ləkələr əmələ gəlir. Nitrat turşusu dəriyə təsir etdiyi zaman sarı ləkələr əmələ gəlir, amma sulfat turşusu təsir etdiyi zaman isə qırmızı ləkə əmələ gəlir. Nitrat turşusunun və yaxud da nitrat ionunun təyini. Biz burada sxem necə təsvir olunub, bunun izahını verim. Bu qabın içərisində müəyyən miqdarda nitrat turşusu məhlulu var. Bu nitrat turşusuna biz lövhəsi deyək. Mis lövhəsi əlavə olunur. Yəni biz mis qırıntısı oraya əlavə olunur. Burada nitrat turşusu ilə reaksiyaya daxil olub, mis nitratı, yəni duz əmələ gəlir, o da qabın dibinə çökəcək. NO2 qazını və suyu əmələ gətirəcək. Bu qabın ağzı niyə bağlanıb? Çünki bu reaksiyadan ayrılan NO2 qazı bu qabın içərisində toplanır və nəticədə burada qonurlaşma baş verir. Çünki NO2 özü qonur rəngli qazdır. Qabda qonurlaşma baş verdiyinə görə biz təyin edirik ki, burada nitrat turşusu var. Yəni nitrat turşusunun təyini NO2 qazının ayrılmasına görə təyin olunur. Burada da nitratları təyin etmək üçün onlar mis ionqarları və qatı sulfat turşusu ilə birgə qızdırılır. Bu halda qonur rəngli NO2 qazının ayrılması müşahidə olunur, lakin duzların təyinində proses iki mərhələdə baş verir. Nitrat turşularının daha doğrusu nitrat turşusunun duzları, yəni nitratlar üzərinə qatı sulfat gəldiyimiz zaman nitrat turşusu alınır. Biz nitrat turşusunu bundan öncəki reaksiyada dediyimiz kimi mislə reaksiya saldığımız zaman NO2-nin əmələ gəlməsindən təyin edə bilərik. Yəni nitrat turşusunu bir qabda nitrat turşusunun duzu var. Biz bilmirik bu nitrat turşusunun duzudur, yoxsa başqa turşuların duzları da. Yəni duz verilib bizə. Onu necə təyin edə bilərik? Həmin duzun üzərinə qatı sulfat turşusunu gəlirik. Əmələ gələn turşunu mislə reaksiyaya salıb, əgər NO2 alırıqsa, biz bilirik ki, orada deməli, nitrat turşusunun duzu var. Nitrat turşusunun duzları. Deməli, natrium, kalium, amonium və kalsium nitratlar şora adlandırılır. Bunu azotun təbiətdə yayılmasında demişdim. Nitratlar əsasən aşağıdakı üsullarla alınır. Metalların, əsas oksidlərin, əsasların, amonyakın və bəzi duzların nitrat turşusu ilə reaksiyasından, azot dioksidin qələvilərlə qarşılıqlı təsirindən, həmçinin nitrat turşusunun və azot dioksidin qələvi və qələvi torpaq metallarının karbonatlarına təsirindən almaq olar. Amonium nitrat isə amonyakla nitrat turşusunun qarşılıqlı təsirindən alınır. Nitratların hamısı suda yaxşı həll olur və tam dissosiasiya edilir. Amonium nitrat istisna idi, onu dediyi orada. Amonium nitrat parçalandığı zaman N2O və su əmələ gətirir. Digər nitratlar parçalandığı zaman isə oksigen qazını əmələ gətirəcəklər. Yəni, amonium nitratdan başqa digər nitratlar parçalandıqda oksigen qazını əmələ gətirir. Nitratların parçalanması, nitratları ümumiyyətlə parçalanmasına görə 3 əsas qrupa bölürük. İlk olaraq litiumdan maqneziuma qədər olan metallar,
maqnezium daxil deyil bura. Hansı ki lityum nitratdır, kalium nitratdır, kalsium nitratdır, baryum nitratdır. Bunlar parçalandığı zaman, daha doğrusu lityum yox, lityumu bura aid etmirik. Özürlü sayın, yanlış dedim. Lityum ikinci qrupa daxildir. Ə, Maqneziumdan solda yerləşən metallar yalnız lityumdan başqa, lityum bu qrupa daxil deyil. Onlar parçalandığı zaman nitrit turşusunun duzunu daha doğrusu əmələ gətirir və oksigen qazı ayrılır. Maqneziumdan hidrogenə qədər olan metallar, yəni orta aktiv metallar, həmçinin bu qrupa aktiv metallardan lityum da daxildir və pasiv metallardan mis daxildir. Onlar parçalandığı zaman metal oksidini, NO2-ni və oksigen qazını əmələ gətirir. Misdən sağda yerləşən metallar, hansı ki gümüş və civə, onların nitratları parçalandıqda isə metalı, NO2-ni və oksigeni əmələ gətirir. Burada təsvir olunub lityum nitratın parçalanması. Dedik ki, lityum ikinci qrupa daxildir. İkinci qrupda nə idi? Metal oksidi, yəni lityum oksid əmələ gəlir, NO2 əmələ gəlir və oksigen qazı əmələ gəlir. Qızdırılmaqla baş verən parçalanma termoliz adlanır. Kalium nitratın pirotexnikada və qara barıtdan alınmasına tətbiqi nitratların parçalanmasına əsaslanır. Sual: hansı duzun parçalanmasından metal əmələ gəlir? Metal əmələ gəlirsə, bu pasiv metallara daxildir, amma mis nitrat qrupa daxil deyil, çünki mis nitrat ikinci qrupdadır və burada biz iki əsas metal götürə bilərik. Bir civə, bir də gümüş nitratlı. Burada doğru cavab C variantı olmuş olacaq. X hansı metallar ola bilməz? Nitrit turşusunun duzlu əmələ gəldiyi üçün bu aktiv metal olmalıdır, amma lityum yox. Yəni kalsium və baryum ola bilər, amma maqnezium və mis ola bilməz. 1-4-lü doğru cavab. Hansı nitratın parçalanmasından NO2 alınmır? NO2 alınmırsa, yəni də aktiv metallı, yəni kalsium nitrat. Bu parçalamada metal oksidi, NO2 və oksigen əmələ gəlirsə, orta aktiv metalların nitratları parçalanır. Eyni zamanda mis də bu qrupa daxildir. X metalını müəyyən edin deyirsə, burada doğru cavab olacaq mis. Niyə alüminium olmur? Çünki burada X metalı 2 valentlidir, 3 valentli deyil. NO3 2 verilir burada. Burada müxtəlif nitratların parçalanması təsvir olunub. Natrium nitrat parçalandığı zaman natrium nitrit, oksigen. Kalsium nitrat parçalandığı zaman kalsium nitrit olmalıydı bu. Kalsium nitrit olmalıydı, səhv verilib. Oksigen əmələ gəlir. Daha sonra burada da müxtəlif metalların qatı nitrat turşusu ilə eyni zamanda nitrat turşusunun digər reaksiyaları təsvir olunub. Təbiətdə azotun dövranı. Üzv birləşmələr şəklində azot istənilən bitki və heyvan orqanizminin tərkibinə daxildir. Digər tərəfdən o sərbəst halda atmosferdə həcmcə, baxın həcmcə, kütləcə yox, həcmcə 78% mövcuddur. Tədqiqatlar göstərir ki, atmosferdəki sərbəst azotun və birləşmələrdəki azotun daimi kimyəvi çevrilmələrə məruz qalmasına baxmayaraq, torpaqda olan birləşmələrdəki azotun və atmosferdə sərbəst azotun miqdarı dəyişmir. Yəni çox dəyişmir. Onunla əlaqədardır ki, təbiətdə əks istiqamətdə baş verən proseslər birləşmələrdəki azotla sərbəst azotun miqdarını tənzimləyir. Yəni təbiətdə azot sərf olunduqca yenidən əmələ gəlir və o balans qorunur. Yəni sərf olunma və əmələ gəlmə qorunur. Azotun təbiətdə dövranına aid sxem təsvir olunub. Eyni zamanda burada da həmçinin azotun hidrosfer, litosfer və atmosfer arasındakı dövran təsvir olunub. Nitrat turşusunun tətbiqi. Nitrat turşusu çoxtonajlı kimya sənayesi məhsullarından biridir. İstehsal olunan turşunun təxminən 75%-i gübrələrin alınmasında, 15% isə partlayıcı maddələrin, hansı ki, tüstüsüz barıtdır, nitrogliserindir, dinamitdir, bunların alınmasında istifadə olunur. Qalan hissəsi isə boyalarda, əczaçılıq sənayesində, yəni dərmanların alınmasında, plastik kütlələrin, fotoqrafiya vasitələrinin, dezinfeksiya edici maddələrin və s. alınmasında istifadə olunur. Nitrat turşusunun tətbiqinin müxtəlif yolları göstərilib burada. Dərsin izahı bu qədər. Ümid edirəm ki, izahlarım hər biriniz üçün faydalı oldu. Hər birinizə uğurlar.